Axşamınız xeyir, hörmətli futbol azarkeşləri. Saat 23:45 və ikinci, üçüncü günlər olduğu kimi Aynə Siviyəndə UEFA Çempionlar Liqasının 2001-2002-ci il mövsümündə birinci qrup mərhələsinin növbəti oyununa başlayır. Bugün biz isə Nou Camp stadionundan reportajımızı çatdırırıq. Barcelona, Bayer Leverkusen. Komandaların heyətlərini sizə təqdim etməmişdən qabaq həmişə olduğu kimi xəbər verim ki, mən studiyada bugün tək deyiləm və həmişə olduğu kimi studiyada mənim də İlqar Mikaroğlu buradır. Axşamın xeyir İlqar. Hər vaxtın xeyir Azi və hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Artıq ikinci dəfədir ki, biz Çempionlar Liqasının efirə verən, Çempionlar Liqasının oyunlarında efirə verəndə qol görə bilmirik. Bilmirəm bu nədən irəli gəlir, amma mən bugün heç bir komandaya azarkeşlik etmək fikrində deyiləm. Sadəcə olaraq komandaların oyunu sizə təqdim edəcəyəm. Və mənim əsas məqsədim bugün, mənim üçün əsas məqsəd qol görməkdir. Təbii ki, gözəl qızlarla bahər.